Bugün yenə də Suriyadan xəbər aldıq. Daha doğrusu, bu ölkədə gedən vətəndaş müharibəsində Azərbaycanlının ölüm xəbərini. APA'nın mücahidlərə məxsus xəbər saytlarına istinadən verdiyi məlumata görə Zübeyir Azəri kimi təqdim olunan Azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Kimliyi açıqlanmayan Azərbaycanlının əslən Şəkidən olduğu deyilir. Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıblar. Həmin döyüşlərdə 100-dən çox Azərbaycanlı öldürülüb. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi də narahatlığını gizlətməyib və idarə müsəlmanlara qarşı vuruşan şəhid deyil deyə fətva verib. Ümumiyyətlə, bu çox çətin bir mövzudur. Ötən gün öldürüldüyü barədə məlumat yayılan və mücahidlərin saytında Orxan Rəhimullah kimi təqdim olunan Azərbaycanlının kimliyi bəlli olub. Bugün ailəsə gələn onun valideynləri bildirdilər ki, o Suriyadakı döyüşlərə ötən ilin mayında qatılmış. 21 yaşlı bu gənc Bakı şəhərində doğulan Cəbrayılov Orxan Aydınoğludur və ali təhsilli olub. Orxanın qohumları onu da bildirdilər ki, övladlarının ölümü barədə hələ bir neçə ay əvvəl onlara xəbər verilmiş, lakin ailə ümidini kəsmir. Onun sağ qayıdacağını gözləyirlər. Bugün daha iki valideyn də ailəsə üst tutaraq övladları barədə dəqiq məlumatlar ala bilmədiklərindən narahatlıqlarını ifadə ediblər. Mövzunu xəbərçinin 21 buraxılışında davam edir.